Yumurta sındıran elə pis oldum ona, eləmə, qoyma ki, necə eləsinlər. Qoyma, başıva dönüm. Yox, səni qoşa bilmərəm, əfi. İstəmirəm, onsuz da bütün gün zatlardayım, nədir onun adı? Nə deyirlər onu, keşfetlərdə, qurban olum sənə, məndən uzaq. Allaha yaxın, məndən uzaq, qurban olum sənə. Dostlar, çıxıram, hədiyyə atmağa görə çox sağ olun. Allah ruzunuzu bol eləsin. Ramil, necəsən? Ramil, qaşınırsan. Çox görürəm, inşallah qaşıyarlar belivi. Özündən müğayyət ol. Tolik halal olsun, var olun Əzrail. Çıxıram, gedirəm. Aycan Dilbər, mən də gedirəm. Ləmandan soruş hardadır? Ver telefon bax. Mənim şeylərim sizdədir. Mən gətirəcəm onu. Aycan, ay Rüfət, Aycan. Ay Rüfət, qurban olum. Telefon buradayım, işte indi baxdım, bu iPhone deyil, qurban sənə. Ləman mənim dostumdur, dərmanı da gətirib, uşaq dərmanını. Dostlar, sabah Lerikə dərman göndərməliyəm. Lerikə dərman hardan göndərə bilərəm? Başqa Ləmandır, o Ləman deyil. Ləman, necəsən, nə var, nə yox? Sabah Lerikə uşaq dərmanı göndərməliyəm. Bayamcı imgiyik, çox sağ ol. Gold mən girmirəm. Var olun dostlar. Lerikdə bir ailə var idi, Dəniz balamızın anası geldi. Bacımızdı. Onların uşaqlarının problemi vardı, bura gətirdi, onların qada alınır. Aldı, dostum gətirib. Onu vermək lazımdır ki, apar. Gold girmə də, qəbul et. Qurban olum. Bu da Samsung üçündür, səhv etmirəmsə. Lerikə göndərməliyəm. Mənim anam rəhmətə getməyib ki, göründə də Fransız. Bu k. Amma sənin anan gör olub. Mənim anam sağda, Almanyada. Biri mənə yazıb, anan gör, bax, anam ölməyib. Anam sıçsın onun ağzına. Bu gold nə sırtıq oğlandı, qəbul eləmirəm də, dilən. Əfi bilirəm, əfi sən qurban olun, mən necə qoşum səni? Bu golda dün sırtıqlıq eləməsindən 36. Vızqır gedi o yana, ödünən də. Reklam axtarırsan, bambılı. Bu nə sırtıq adamdır? Yox, mən əfini qoşa bilmərəm. Yox, əfi qoşa bilmərəm, qaqaşım. Tarix gerek, ürəkli insan, Allah, amin. Dostum səni bilirəm, amma bilirəm hansı mövzulara qoşulacaqsa, o mövzular haqqında istəmirəm danışım. Çox xahiş edirəm, əfi, istəmirəm, qurban olum, bütün gün TikTokda mənə indi keşfetlərə girmək istəmirəm, qaqaş. Çıxıram işdən, gedirəm, işlərim var. Ləmana yazdı, cavab vermədi ya mənə. Yox, əfi, qurban olub sənə, o mövzularda qoşulmağı, mən sənə bilirəm. Kstati, bilirsiniz ki, qabaqda Noruz bayramı gəlir, hər zamanki kimi elan verim. Şamil, bir də xahiş edirəm, mən açıqlama oxudum, dedim ki, mən şikayət eləməmişəm, kim şikayət edib, onu da kəsməni at, başıva dönüm. Aysel bilir harada, Aysel gedib ama. Süleyman. Birinci hissədə. Deyirəm ki, qurban üstü, mənim... Hə, o şey deyirsən də, mən onu tanıyırdım, yoxsa üçüncü yer dedi, o deyirsən də, o söhbət. Ay balam, bu nədir, mahnı gedib burada? Deyil, əman yazdım.
Sən nömrə qoydun ora, mən deyəndə nömrə. Qayna xəttin nömrəsini qoymuşam. Qoymusan 205 onu. Çox sağ olun. Baxın, bax bu ev görürsünüz. Mənim götürüblə bir il bundan qabaqki videolarımı qoyub. Dostlar, mən benim demişəm, mən bir il bundan qabaq söyüş söyməmişəm. Mən də söymüşəm. Amma mənə də söyüş söymək olmaz, söymədim. Mən deyirəm ki, mən heç vaxt söyüş söyməmişəm. Onu sizə kim deyib, başınıza dönəm. Mən hardayım, mən efrimdə də bugün deyim ki, bəli, mən də söyüş söymüşəm. Amma hindi söymürəm. Özümə indi elə veriş yaparım ki, mənə heç söyüş söymək olmaz. Heç olmaz ha mənə. Sosial deməyəcək ki, çıxıb orada ağıllı danışır, burada söyüş söyür. Durum giyinim, gedim bir sen ara. Gedim saatlarımı götürürüm. Allah hakkı olmaz. Adama sözü bir dəfə deyərlər, eşeğe 1000 dəfə deyərlər. Ağa, Dilber, Xəzər tərəfdən keçməyəcəksən. Vay vay, ağa deyə, Simkan verişin verməliyə montaj eləsin. Bura gəlməz axı, o harda olur, bura yaxın olmur axı. Məhəmməd Dənizi qoşum. Məhəmməd. Ay Məhəmməd. Bəs bilmirdin ki, bir il bundan qabaq mənim haqqımda video çəkəndə indi gəlib mənə deyəcəydin ki, məni canlıma qoş. Qara azlar can. Sən də obursa ki, prim kasırdın məndən. İndi gəlib mənə desə məni qoş. Xoş dəqəm. Ay xoş dəqəm. Çox sağ ol. Simare, çox sağ olun. Xoş dəqəm. Gəlmirsən Bakıya. Deyərəm xoş qədəmə, səni xoş qədəm eləyər. Deyər, Məhəmməd Əli budur. Xoş dəqəm, hə. O necə deyirdi onu? Xoş dəqəm. Sən də özünə görə döyürsən. Düz yaxşı uşaqdır, heç kimdə işi yoxdur. Bax, mən sizə deyim, Məhəmməddir, Əfidir. Əslində bunların Allah haqqı heç kimlə işi yoxdur. Bunlar öz dünyasının adamlarıdır. Bunlar bir 5-10 manat reklama görə çıxırlar. Nə bilim, necə deyim, belə də. Yoxsa onun nə işi var? Allah haqqı siz axırda eləyəcəyiz ki, mən Roşka ilə sizə görə düşman olacağım, ha. Bir dəqiqə üzr istəyirəm. Mən bilirəm də sən Bakıdasan. Mən bilirəm ki, sən Bakıda. Axşam çox gec saxlamayaq. Mən həftə içi verilişlərdəyəm. İndi boşsansa, Dilbər də çıxır, mən də çıxım. Gedək bir dənə mən şəhərdən şeylərimi götürəcəm, sonra gedək Niyəltə. Toli, o dərman demiş, nə uşağı? Onu da almışam. Bir də skrablar istəmişdim. Yəqin uşaq sən... Can, əsas o uşağın dərmanını almışsansa Allah başından töksün. O uşağın dərmanını liriki aparmalıyam. Ay can Hüseyin, başım batsın ay Hüseyin, qurban olum sənə. Ərzə yazan sən qara azlar, mən iş verən çıxardan cəmaat bəniz. Ərzə verdim bugün sənə efirdə. Verdim. Sən Səbu ilə daqqıldan şikayət etməmişsən, amma onların problemi var. Obursunun biri burada yoxdur. Biz neyin indi, qardaş? Mən bir kim nəsə şikayət etmişəm. 5-ci gün efirə çağıracağım səni. Yo, 5-ci gün tiktokerlərdir qonağım. Özü yaxşı tiktokerlər. Yəni ki, söyüş söyməyənlər. Necə yəni, sən də tanınmış simasan da, fikirləri bildirdi. Sən sənətkarsan, atan bilirəm, sənətkar kimi sən müraciət elədin, sənin müraciətə baxdılardı. Tiksin, deyil, daqqılı da getdi sənin adına. Adın yazmağına videoların göndərimini bir yerdə göndərmişsən də, afirist. Öldürmüşsən məni. 2 dənə niyə sponsor? Hüseyin, qurban olum, çıxın buradan yığıram səni, başladı. Elə biri yığmışdı mən atam. Yaxşı, qurban.
Hə, Ləmanla danışdım. Deyir mənə ki, Ləman çox sağ ol. O uşağın dərmanlarını Dilbər gətir, sabah Lirikə göndərək. Allah başından töksün. Dilbər gətirməyib mənə gətirdiklərimi. Dostlar, rəsmi açıqlama var. Daxili İşlər Nazirliyinin rəsmi açıqlaması var. Hüseyin Hüseynov şikayət edib. Mən yox. Nani, ay Nani, Nanuşka, привет. Vaka bura gəl. Nani. Ay Nanuş. Mən yox. Mən yox. Vallahi Necəsən Tolik? anam canı sənin üçün darıxmışdım. Anam Neynirsən? canı. Nə var, nə Sağ ya? ol, sən necəsən? Şükür Allah, neynirsən? Sağ ol. Eşitdim, Xəbərlərə Daqqılı baxırdım. ilə yaxın dost idin. Anamın canı mən daqqılı tayda hamı deyir ki, vaqa tutturub. Axırıncı dəfə mənə Vaqı iş verən səni, iş verən səni. Mənə Tolik bilsən nə dedi yayında? Anamın Qayıtdı ki, canı iş verən sən. Sizdə nə qədər adam var? Mən də elə bildim canlıda soruşur. Dedim 700 nəfər. Dedi ki 700 nəfər necə yerləşir ora? Elə o sözdən sonra səhərisi tutuldu. Hamı da deyir ki, vaqe elədi. Hə, o sözə görə onu tutdular. Yox, pis söz də axı. Mən də qayıtdım ki, bizdən çıxıb sizə İndi gəlirlər. sən məndən bir söz soruş ki, nə? Soruş burada neçə nəfər var? Mən elə tərbiyəsiz şeylər danışmıram axı. Yo, sən məndən soruş neçə nəfər var? Orada neçə nəfər var? 1400 nəfər. Hə, amma mən bilsən necə dedim? Yo, Dedim, indi sən dedin ki, ora necə yerləşdi 1400 nəfər? Yo, bax görsən, mən bilsən necə dedim? Sən burada izləyiciləri özümünkü kimi dedim də. Dedim bizdə. Bunları biz sayıram da, elə bir ailə kimi, yəni hamımız yığışırıq. bir yerə. 1400 nəfər elə girər sənə ki, o yanından çıxar. Heç tutturmaq lazım olmaz sənə. Sənə promoz naskvoz girər, va belə. Buradan girər, necə girib, necə çıxarlar xəbərin olmaz. Vışt eləyərlər belə. Ay Tolik, o Röşka anam. Röşka Can? yaxşı. Röşka yaxşı uşaqdır, Allah haqqı. Mən, deyir adamın adı çıxıb. Adı mən neyniyim? Yo, sənə demirəm, vəbşə deyirəm ki, Röşka, valla. Allah hamd olsun, Röşka yaxşı uşaqdır. O hamı elə adam var ki, onun məsəl üçün sərt adam tanıyır. Mən də ondan məsəl üçün verilişdə belə tanıyırdım da, ədəbi iddia. Onu realda tanıdım, çox belə ürəyi yumuşaq uşaq. Özdə orada Roşka eşitirsən məni? Ayda. Mənim xətrimi çox istəyirsən? Ayda. Ayda əlbəttə ki. 10 dəqiqədən sonra canlı açmasın, səni bloka qoyacağım hər yerdən. Allaha and olsun evdə deyiləm. Bax sən eşidirsən, bax Qurana and. Axşam yüzləyiz açdım sənə də qoşmasın. Mənə lazımdır, hə, mənə nə qoşulma. Baqa, Akis niyə mənada hər söz mi olur sizə? O mənada demirəm. Yəni deyirəm ki, deyib şiləti. Ona görə də bu nədir? Vaqa girir, deyir Roşka yaxşı oğlandı, obrisi deyir Roşka ürəkdir, böyrəkdir. Mənim nəyimə lazımdır Roşka nədir? Cəmaət hamısı mənə deyir Roşkanı. Hamı Roşka tələb edir. Can. Bu dəfə səni özüm tutturacağım, özüm, bu dəfə özüm. O sən yetim, hamı elə bilir ki, sən elə. Mən yetim. Öpürəm, davay can, davay. Öpürəm, özümə var. Adı özü girmək istəmir, deyir, başım ağrıyır. Özü girmək istəmir. Tolik sən nə tərsən? Mən sənə bir söz deyim, Vaqa. Bu ölkə dərəbəyli deyil. Bilirəm, Bax. onu. Məni keçən illəri heç nədən burada söydülər, heç nədən. Mən də o adamı söydüm, söyüşüm biraz artdı. Mənim də söyüş videolarım var da. Mənə də tənbih ediblər. Mən benim kimdən artıqam ki? Mənə də lazım oldu, çağırıb, zəng vurub deyiblər, gəl. Məndən də şikayət, mən veriş aparırdım. Məndən şikayət eləmişlər, bilməm hansı rayonu, bölməyə. Zəng vurmuşlar ki, sizdən şikayət. Mən getdim, ərzəmi yazdım. Bu normal bir şeydir. Biz ölkədə yaşayırıq, bura bazar deyil ki, adamdan şikayət olar, nəsə olar. Bu nə deməkdir ki? Belə düzgündür. Amma bax, adama bir dəfə deyərlər ki, söyüş söymə. Əgər sən devlətə tabi olmazsansa, sabah eləyərsənsə bunu, sabah 3 dənə hörmətli adam səndən şikayət eləyər, gedərsən başın ağrıyar, belə şey olmur. Anqıran qızlar var burada, mənim onların heç bir problemim yoxdur. Mənim onların... Yox,
Benim bir sənə problemim gəlir. O qızlarla yox. Bax, o qızlar qışqırır da evdə, düzdür? O qızların qonşuları yoxdur. Özü də kiraya qalırlar, Tolik. Bilirsən necə qışqırır boğazdan. Mən elə qışqırsam, ülkəyə zəng vurub mənə qalırlar. özdə çox pis qışqırırlar. İçdən belə bütün bağırsı böyrəkləri gəlir ağzından çıxır. Özdə heç olmasa 50 min jeton atsalar dərd yarı. 100 jetona, 200 jetona bağa rak olacağı onlar axırda. Elə insanlar rak olur axırda. Bax burada məsəl Əfi də söyüş söyürdüm. Mən ondan qoşuldum. Dedim Əfi, mənə zəng elədi telefonda. Dedim əgər söyüş söyməyəsənsə mən səninlə oyun oynayaram. Bax mən Əfi ilə bir dəfə girmişəm. Bax, mən Əfi ilə bir dəfə canlı yayıma girdim. Əfi götürdü. Mənə dedi ki, mən evimin pollarını düzəltməyim. Mənə bir dənə şir atsalar düzəldərəm. Məndə heç söyüş söymədi. Məncə söyüş söyməyə şərəfə mən də burada görürüm. Mənə də söyürlər. Mən də onu dedim. Mən əvvəl belə deyirdim. Bax, mən baqa necə idim. Əvvəl birinci söyüşünə cavab verirdim. İndi amma nə edirəm? Girirəm, bir nəfər, iki nəfər, üç nəfər söyür, görür, fikir vermirəm, çıxıb gedir. Əvvəl belə deyirdim amma. Bax, Əfi də elədi. Bax, Əfini qoşursan yayına, normal danışsan, normal danışır. Haydi, qorxuram. Mən səninlə oyun oynasam, oyun oynaya bilmərəm sənin, çünki yayınıma girmişsən. İstəmirəm, lazım deyil. Ona görə də mən istəmirəm dava edeyim burada. Söyüş söyürlər, mən fikir vermirəm. Birinə fikir vermirəm, ikisinə fikir vermirəm, çıxıb gelirlər. Sən heç kim söymür ki, Tolik, sən hayda tərif Kim sənə deyir, mənə o qədər söyürlər. Bayaqdan burada nə qədər söyürlər. Bir dəqiqə, sən mənimdir, bir saniyə. Bərə, sən mənimdir. Bərə, bir dəqiqə. Anamın canı. Rışqa yax. Düzələcək də ta heç nə söyürsə söymür. Rışqa yaz. Aman sen. Magəram oldu. Gəldi, bağışlayın. Yox, rəhbərliyi də televiziyadan başqa söz deyirdi, getmişdim o yana. Tolik nətər keçdi bəs Temkan veriliş? Yaxşı, indi elə onu aparıram verməyə də. Gedirəm indi onu aparım vereyim. Çünki bizim montajörlər çatdırmayacaq onu. O yığandı, tez yığacaq da. Verim tez onu eləsin, bir dənə yığsın. Saboyu büsüyün qoyacağım efirə. Xeyirli olsun. Mütləq moderator lazımdır bura. Sən də öldürülmüş, seni patpiska olub mənə moderator olmaq istəyir. Baqa kimə söz deyirsən deyir, qorxma. Dostlar, siz deyirsiniz Əmrah bu yaxşıdır. Əmrah bu söyüş söyməyə şərait yaratmasın gərək. Bax, Əmrah bura girir, o deyir, mən deyir, söyüş söymürəm ki. Bəli, o özü söymür. Amma o ona şərait yaradır. Salam, salamat. Yəni, şərait yaratmaq olmaz. Mən özüm söyürdüm. Mən heç kimə yayımında icazə verməmişim, girsin mənə söyüş söysün. Mənə söyürdülüb əvvəl. İndi heç vaxtı söymərəm. İndi bax, nə yazırsa yazın, bura söyməyəcəm. Girib burada gizlincə baxacam ki, o profil o adamındırsa, onun şəklini skrin edib saxlayacağım. Başqa heç cürə. Mənə bir dəfə söymüşdülər, bir ağır söyüş. Mama, mən anamın can getdim, şikayət elədim. Allah hamd olsun, baxdılar işə də. Quran hamd olsun. Çağırdılar, gəldi. Mən bilirəm kimi deyirsən, lazım deyir daha danışmaq. Bilirsiniz? O heç, ondan. Bir nəfərə moderatorluq verin də istəyirsiniz. Tağıyıb neyinirsiniz? Söyür-söyür özünü istəyir. Mən baxmıram o söyüş-söyünür. Allah ki, baxmıram. Yox, buranın mən taktikasını öyrəndim. Burada canlı açan kimi 5-6 nəfər girir, başlayırsan söyüş söyməyə. Əgər onlara fikir verməsən, onlar çıxır gedirlər və salam, normal tamaşaçı qalır. Ay, sağ ol. Babamı mən tutmuşam. Babamı nə sözdür yazmış ki, vaqa arvadını belə-belə eləyəndə. Adam, o arvadı da özü bilər, sizə nə var? Anamın canı. Başda da. Ay, bunlar anamın canı. Anca mənə oxadı.
Ay Bəli. bak, mən bunu düzəltdim mənə də. Baxım ona. Onu Nə nətər gündə- düzəldim Tolik? Bunu qaralt da. Mən bir sənə vermişəm bunu Meksikada. Ha, onda Ondan sonra gəldim 2 dəfə analiz verdim ki, İraq olsun, mənə nəsə keçər. Yo, hər şey adına razıdır Tolik. Bax iynələrin zadını bax göstərim sənə. Bax iynələr zadlar hamısı bax belə adına razıdır. Atılır, işlədilmir sənə. Yox, mən söymürəm. Hamısı atılır. Mən bunu sildirmək istəmirəm. Bunu istəyirəm qaraldasan. Gəl qaraldım da. Nə vaxt ürən istəyir ki? Qaraltmaq sən necə? Hə. Bura nəsə eləyək, bu biraz belə olmasındı. Mən bunu niyə elətdirdim bilmirəm. Peşman olmusan Tolik. Yox, heç bir mənası yoxdur onun. Ha. Nə vaxt ürən istəyir gəl eləyək. Düzəldim. İncidirəm amma. İynə vuraram keyər. Sən qola iynə vurursan, sən həkim satsan. Ha da keydirəm. Xəstəsən damara sıra düşərsən. Ay yo, mən bilirəm anamın canı. Keydirəm, heç nə hiss eləmirsən. Amma 5-6 saat geri oturum da orada. Ha. 3 saat, 4 saat oturmalısan. Uyda. Ürəyin sıxılmayacaq burada. Yo, bilirəm. Amma çox sağ ol hədiyyəyə görə, minnətdaram hədiyyə. Amma nə bilim, ona öfsələmişəm. Bura incidir, hə, qolun burası. Sabina, təşəkkürlər. Yo, ora ən zəif ağrıyan yerdir. İndi sən mənim yerim olsan nə edirsən? Bax, üzr istəyirəm. Dalva satva da nakolka vurursan. Yo, ora əlim çatmır. Ora demirəm. Hə. Belimin burasına, nə bilim nə, doğrudan. Belimdə var da, belimi anamın canı, belim doludur. Opşi. Bax, adama iynə vuranda adam şey deyə bilmir. Nakolka niyə vurursun oralar bizə? O indi elə bil ki, bir şeydən peşmanam amma Tolik. Tağıyev görmə, nədən peşmansın dedi. Elə bil ki, bax məsəl üçün uşağımı gedib nəsə bağçaya zada Oy. aparıb. Tanıdım, ürəyim getdi bu şəkil üçün. Tanıdım səni can. Hə, de. Əlimin üstü, bir də boğazımı eləməzdim. Amma bədən zat hə, bədən zordur. Əl üstü Yox, boğaz. mən bilirsən nədə mənim maraqlı. O gün Simkan çəkəndə deyir ki, mən bura Vüqar biləcərinin şəklində vurmuşam. Bura Rəşad Dağlı'ndan. Yaxşı, bunu başa düşdük. Bura qız şəkilə vurub, üstü bağlı, ağzı bağlı. Maskalı. Burada nəsə vurub. Nə mənası var ki onun? Əslində elə belədir. Qəşəng görsənsin deyə. Bax, mən sənə düzün deyim, qaqaş. Bax, mənim buramda o vaxtı dişim irinçilik vurub. İrinçilik eləyib, buranın elə bil ki, yumuşalıb, düzdür, ətdir. Amma şey çıxmır. Tük çıxmır. Mən onu permanent eləmişəm, tato eləyiblər belə. Amma mən durum indi oradan buna görə bir daha buradan üzüm salxımı eləyim, üzüm gəlsin, buradan sallansın, onun nə görünəcək. Bu sənin bədənindəki o arıq kənd çolpalarına oxşayırsan, o kənd çolpalarının damarı görünür içində, onlara oxşayırsan, sən nəyə vururmuşsan nakolka boynuva? Ayda, o vaxt həvəsliydim, güclü həvəsim var idi. Bunu kim vurub burava? Ukraynada vurublar. Çox sağ ol, Xalil. İndi Türkün məsələ hər yerində nakolka var. Çox yerimdə var. Yox, onu demirəm. Aycan Arzum, Aycan. Heç nə işdəyəm, çıxacağım, indi sən neyirsən? Allah, bu sayt nemə gəlir. Anam. Hə, Aman. sabah, hə. Sabah tezdən getməlisən. Sabah mən çıxıb sən gələcəyəm sizə. Bugün Həsən müəllimgil çağırtırmışdı mənə, bu dekora görə sabah aşağını sökürlər. Bütün danışacağım. Şu canım sən, sabah gələcəyəm sizə, qurban öpürəm. Bilirsən, mənə bir sözlə, Hə. ən çox həssas yer, mən səhv etmirəmsə, deyirlər, ayağın o ayaqqabı giyinən yerinin burasıdır, düzdür? Yox. Elə bir ayaq budur burası. Yox.
ən Hara? həssas yer oğlanlarda. Oğlanlarda Da bildim. buradır. Qabırğanın üstü. Qızlarda tütün yanı buralar. Topuq. Yox, Bura tütün həssas yerdir. buralar. Boşluqlar. Aa, bu ora çünkü orada şey deyirlər var. Ne deyirlər ona? Həssas şeylərdir. Hə, adamı sirkələyir tolik. Nəyi var orada? Uje hiss elirsən ki, nəsə gəlir. Hiss eləyəndə nəsə eləmək olmur ora. Yo, olmaz. Anamın canı bura bir 10 dənə kamera qoyublar bura. Ora demirəm. Hə. Deyirəm hiss eləyəndə iynədən satdan vurur, hissiyatı içsin də. Sinir. Sinir yazdılar. Hə, sinir. Yo, iynə hə, olar. O iynədən olar. Kapiler da varlar. Ay, yo ben şu oralar vırdırmaram da ben orama niye vırdıram ki? Ora tumanın altında kalır, şortikın altında. Ora niye vırdırsınlar ki? Tolik hər gün Ayağımı sağım. Bəli. hər gün niyə atmırsan canlı verilişə görə, hə? Yoruluram. Hemen indi bak girdi çıxıram, indi gedirəm, yoruluram. Ben 3 saat canlı efirdə söhbət edirəm, qurban olum. Hə, o da düzdür. Amma sənin verilişinə baxırdım. Canlı yayını açıq qoyub qıraqdan belə qoysan, yorumları bağlasan, ya yorumları da açıq qoysan, onsuz da nəzarət eləyirlər də yorumları. Yox, biz indi neyiniyəcəyik? Mən indi yenilik eləyəcəyim, düzdür bu var. Verilişin burada komputer az yoxdur. Hə. Komputer azda aparat satılır, onu alacağım. 400 manatdır. Qoşacağıyla bizim televiziyanın şeyinə, aparatına TikTok'a televiziya formatında vereceğim. Allah. Hə, bildim. Şey televizorda. Yekə. Yox, bax burada baxmırsan. Hə. Efirdə necə gedir? Belə fırladanda efir necə göstərir? Daha telefon kimi fırlatmayacaq. Efir variantı orada gedəcək. Ayda heylə zor olar. Şeydə Azərdə heylə idi. Azərdə mən olmamışam. Yox, məncə elə idi Azərdə. Amma Aman. Azərdə neçə kamera vardı orada? Məncə 2 dənə. Yox, heç çox. Anamın canı bilsən nə qədər pul töküb ora. Bilirəm də çox kamera. Yox, kamera deyirəm. Kamera elə bil ki onda yekə televizor var, uzun televizordur. Ona o qədər kabellər salıblar ki, o kabellərdə Aysa onu Cavid eləyirlər də, bəli. hə, elə düzəldiblər ki, televizorda elə bil televizora baxırsan elə. Bilirəm can, elədir. Çox qəşəng. Sənin bu yerin arendadır. Yo, bir otağım var. Elə bir buranın papam tikmişdi ki, burada yaşayaram. Elə oldu ki, yarımçıq qaldı bura. Sən oraya niyə kamera qoymuşsan? Cəmaatın cəmaat gəlir oraya soyunur, nəsə eləyir. Cəmaatı olmaz çəkmək kameraya. De anamın canı. O da olmaz. Gəlirsən sabahları misal üçün bir qız gəlib kimsə soyunub qabağında deyir mənim misal üçün ayağıma bir yerimə bir şey bir soyunub uzanıb. Sənin sabah kameranın parolunu oğradılar, o video görüntülər yayıldı. Məsuliyyəti kim daşıyır bunun? Və arvada nə deyim kameraları yığışdırsam? Bu məsuliyyətini Daşıyır. Sənin arvadın Daxili İşlər Nazirliyində bir ya da hardasa işləyir. Yo, Buna bax ağa budur. İşi yoxdur indi içində budur da. Gəl bax. Hə? İndi elə bir iş yerində kamera olmağı Sənin yerin banksatdır bəyəm ora kamera qoymusan. Allah, o da düzdür. Onda heç Amma səni- əslində düzdür, sənə deyim, şərrədə də bilərlər səni kimsə. Aysa bunu deyən yazdılar yadıma, kimsə səni şərriyər. Hə, şərriyər nəsə əlində gətirər, qoyar, eləyər ona görə. Bax, arvaddan qorxursan. Arvaddan qorxursan deyəndə qorxursan sözü pis sözdür. Hörmət eləyirəm arvada. Nə barədə hörmət? Yəni istəmirəm onu söz tapdalayım. Olmağı yaxşıdır, düzdür, bizdə də var deyə burada. Xeyir tap bura. Burada yazıb ki, it kimi arvaddan qorxursan deyir. Zaravat edirlər uşaqlar, dostlarımız da onlar. Kim döyər, arvad döyər yoxsa sən? Anamın canı hələ yaralar sağalmayıb. Arvad döyür. İşkəncə verir sənə. Çıx mənim verilişimə şikayət elə ondan. Arada deyir ki, çıx Tolik'in O da- verilişinə. Tolik bir dənə video var ya, ona baxmısan, arvad videosu Tamam, var. Arvad gəlir belə ərinə, vur məni. Baxmamısan o videoya. Yox. Allah'ım dostum.
O atacağım sənə baxarsan ona. Maqı, sənin 2 dənə həyat yoldaşın olub da Can. Hə, əvvəl ayrılmışam, təzədən Hə, başqa. yəni 2 dənə olub. Yox, mən onu qarışmıram o işlərə. 2 dənə yoldaşın olubdu. Onu deməyim, 2 dəfə ailəli olmusan. Mən başqa şey məni maraqlandırmır, onu soruşurdum. Bəli, bəli. Müştəri olur, azdır, yoxsa normaldır? İndi qışda biraz az olur. Qışda yazıq ki. Maqı, indi qış deyil. Bugün sabah Novruz bayramıdır. Elə bil ki, bu aralar zəif olur. Yayda may, iyun, iyul, avqust, sentyabr. O aralar ya əladır. Bir də ki, bu TikTok bir sən nətərdir, Torik? Bax, and olsun Allah. Xəstəlikdir. Onu Xəstəlikdir. da qoyub qırağa. Bax, and olsun Allah. Bax, bu dəqiqə yayın açım. 1000 nəfər 1K belindədir də. Yəni 1K mümkün deyil ki, olmasın. 800 min nəfər. Amma gəl ki, bu TikToku mən Allah haqqı başa açamıram ki. Canlısında 16 nəfər adam var. Girirəm, görürəm, zap-bazap hədiyyə atırlar. 1000 nəfər am oturur, baxır, deyir, gülür. Heç nə də yox da, yəni, heç nə. Amma mən Xırsan- sənə bir söz deyim. Mən hədiyyədən çox izləyicilərimin çox olmasını istəyərəm. Çünki mən bu Doğru. hədiyyələrə xərcləmirəm. Bəs nə, mən buradan pul qazanmıram ki? Sən qazanırsan, sənə lazımdır. Amma mənim üçün burada çox insan olsa söhbət edeyim onlarla. Mən neyinirəm ki sandığı? Ya da ki mən pul neyinirəm ki? Mənə pul lazımdır axı. Ona görə Hə, də atam, sənə pul lazımdır TikTokerlərə. Mən axı buradan qazanmıram, mənim işim gücüm var. Mən ona görə bura girəndə mənim üçün burada kütlə çox olsa söhbət edeyim. Hə. Məndə bax, mən məsəl üçün gecə Arif atıram, salam Can, Arif Arifoğlu, xoş gəlmisən. adam girir, 1500 nəfər adam girir. 3000 Məndə də adam. bayaq 1300, 1400 nəfər idim. Hə. Bir də ki, arada bax bunu eləməlisən. O şey var, oxubaz, canlın düşən kimi onu elirsən, qalxır təzədən. Səs vermə var, gülmə, yağlamaq. Tez-tez onu eləməlisən. O şikayətlərin qabağını alır. Bilirəm, məndə şikayət olmur ki, qurbanım, şikayət olur. Onu olur, əlbəttə ki olur. 1K-dan canlı düşür 600. Gəlin sorğu qoyaq, Vaqa yaxşı oğlandı yoxsa yox? Yaxşı oğlan deyənlər gülməyi bassınlar, ağlamaq pis oğlandı. Yaxşı oğlan gülməkdir, ağlamaq pis oğlandı. Ya Allah, uşaqlar, gülmək Yaxşı Yaxşıdır. oğlandı. Oo, maşallah, yaxşı oğlan deyənlər çoxdur ya. ...152 nəfər deyir yaxşı oğlandı, 34 nəfər deyir yaxşı oğlan deyil. apartırladı. İnan ki 39 nəfər var, onlar səni görsələr, səni şəkil çəkdirərlər. Bəli. Mən onsuz da Allah hamd olsun, heç çöldə məsəl üçün cəmaət Zapravkanın böyründə keçən dəfə canlıdaydım. Sürdü Zapravkanın içinə yolda. 188 nəfər dedi ki, 188 nəfər, 191 nəfər, 200 nəfər dedi ki, sən yaxşı oğlansın. Allah hamd olsun, gəldi Zapravkada qadın canlını göstərdi bizə, qayıtdı ki, bax canlımıza baxıram. Yəni o çox hörmət edirlər Tolik, valla. Çöldə, bayırda hamı görür salam. Bambılı sat deyən olmayıb sənə yolda. Deyən olur. Acıqla gəlməyib. Ya. Yox, bir var bambılı belə desinlər, sənin öz sözün var, bambılı. Bir də varsın buna var, bambılı da gəldi. Ya, elə demirlər. Bilirlər, mən anamın canı çöldə çox ciddi adamam, Tolik. Necə ciddi? Yəni, Sən nə qədər ciddi olsun, sənə baxanda adam gülməyə gəlir, adam sən belə istəyir tutsun, belə bu deyirəsin, bambılı. Mən sənin o sözümü xoşlayıram. Bir də anam canım. Popo. Popo tatu incicir, hər solu şey- mən nə bilim. Maşınıma qoyurlar. Bu gün maşınımı çəkmişəm. İndi videosunu paylaşmadım. Şüşə silənləri qaldırıblar bax belə. Dik. Belə qoyublar, gediblər. Maşınımı harda saxlayıram, nəsə eləyirlər maşınıma. Direktə yazmışam. Yaxşı, baxacam. Baqa bilər. Lazır. Nəyə bilər? Tolik, gözdə canlı atım. Evə gəlsən, hə, onda? Ay Allah. Var. Mən deməli burada canlı yayımda danışmışam ki, eşitdiyimizə görə filan kəslər tutublar deyir. Hə, Buna yayılıb. görə
Elə bil öz də elə mahnı qoyublar, elə bil ki, mən Pərvin Abiyeva canlısında danışmışam da. Elə də səs qoyublar ki, elə bil mən gizlin kiməsə məlumat ötürmüşəm. Ha, baxmışam ona. Alo? Alo? Baxmışam o kayıtlara. Hə, durdum dedim, bu nə səsdir belə? İlham, təşəkkürlər. Adam Evə gedirsən sən mən heç mən də çıxıram. Dostlar, var olun, şad oldum Daqqılı sənin danışmağa. Daqqılı nə idi? Daqqılı. Anamın cəmiyyət daqqılı dedim. İndi daqqılı mən oldum. Bağışlayı burada Daqqılı yazdıblar, onu oxudum, üzr istəyirəm. Hə, yaxşı. Polik Sağ ol. Gecə girsən oynayarıq. Yaxşı. Dostlar, sağ ol. Hələlik. Oynayarıq.